Salam, hər vaxtınız xeyir olsun. Verilən tipli sualın nümunəsi 9-cu sinif 11-ci sinif şagirdləri üçün düşən tip suallardandır, həqiqətlər mövzusunda. Deməli, bu suallarda biz bilirik ki, 2,71 yenin qiymətidir, 3,81 də pinin qiymətidir. Zaten pirus olan ifadələrdə modul olduğu kimi açılır. Y plus 3 kimi açılır. Çıxılsın 4 çıxılsın pinin qiyməti 3,81-dir. 4-dən çıxılan müsbət ədəd olduğu üçün olduğu kimidir. Amma mütərizədə yazmalıyıq ki, çünki qabağında mənfi ifadə var. Plus y'nin qiyməti 2,71, pinin qiyməti 3,81-də çıxanda tərsinə yazılmalıdır, çünki mənfi alınmasın deyə. Biz burada indi sadələşdirmə bazı y plus 3 çıxılsın 4, üstünə gəl pi çıxılsın y kimi açılacaq. Buradan y'lər isti alınır. 3-dən 4 çıxanda mənfi 1. P'ni toplayanda 2pi çıxılsın 1 kimi qalacaq. Y variantı. İzləmədə qalın. Yeni suallarımızın sahip. Yeni suallar, yeni buraxış tipində, blok tipində olan suallar paylaşacaq. Kanalımızı paylaşmağı, dəstək olmağı unutmayın.